Son 72 saat ərzində Gürcüstan üzrə keçirilən geniş miqyaslı polis əməliyyatları nəticəsində narkotiklərin satışı və yayılması ilə əlaqəli 108 nəfər saxlanılıb. Bununla bağlı Daxili İşlər Nazirinin müavini Aleksandr Daraxoylidze keçirdiyi brifinqdə məlumat verib. Nazir müavini bildirib ki, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. İstintaqa görə onların əksəriyyəti narkotik satış şəbəkəsinin üzvləri olub. Polis məhkəmə qərarı ilə nəzarətli satın alma və gizli audio-video müşahidə apararaq cinayət fəaliyyətini sənədləşdirib. Aleksandr Daraxoylidze bildirib ki, axtarışlar zamanı böyük miqdarda narkotik maddələr götürülüb. O cümlədən kokain, heroin, metadon və s. Həmçinin qablaşdırma materialları və ehtimal olunan narkotik satışından əldə edilən pul müsadirə olunub. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə aparılır və saxlanılan şəxsləri 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. Hüquq mühafizə orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin davam edəcəyini bildirib.